Heç bilirsən, bu gün sosial şəbəkələrdə bir də bu videoya baxıb çıxıram, düşüncəsi ilə saatlarla ilişib qalırsan. Düşürsən bir çarxa, döngüyə, çıxa bilmirsən. Səbəbin bilirsən? Yox. Bilmirsənsə mən sənə izah edeyim. İstəyirsən inan, istəyirsən inanma, həqiqət dəyişmir. Biz təkamül keçib gəlmiş bir insan irqinin davamçılarıyıq. Biz o irqin davamçılarıyıq ki, çöldə vəhşi heyvanlar, vəhşi təbiətə rəğmən mağaranın altında acından ölməmək üçün risk edib çölə çıxdılar, mağaradan çölə çıxdılar və əvəzinə o qida əldə elədilər, mükafat əldə elədilər. Amma kimlər ki o mağaradan çıxmadılar, bax onlar öldülər, o irqlər, o türlər kəsildi nəslə. Amma biz çıxdıq və qarşılığında qida tapdıq və mükafat əldə elədik və bizim beynimiz mükafata proqramlanmış beyindir. Bu günə o irqin davamçıları gəlib çıxmışıq və bu gün bizim beynimiz ödül, mükafat təzz axtarır. Sən sosial şəbəkədə gündən günə qısalan 10-15 saniyəyə düşən roliklərin arasında dolaşanda beynin mükafat axtarır, həzz axtarır. Ona həzz verəcək videonu axtarır, mükafat axtarır. Bizim beyinlərimizin işləmə mexanizmini bilənlər, bax, məhz ona görə gündən günə qısalan videolar və bir çarx döngünü yaradırlar. Biz beyinlərimizin köləsiyik ki, onları işləmə mexanizmini bilir, bizi idarə edir, əzizim, bu da